Həmişə jurnalistlər bir söz verirdi, söz soruşurdu ki, sual verirdi ki, sən bu sənətdə nədən qorxursan? Həmişə deyirdim sırtılmaqdan. Bəli, bu sənət insanı yavaş-yavaş, bunu bilmirəm, istəyir Rəsul da üzürlü sayısın sözümü, pis başa düşün, istəyirsiniz yaxşı başa düşün, amma bu sənət doğrudan da buradasansa əgər, o sırtıqlıq şərt o deyil, nə desələr Anladım. o bir üzünü yox, sadəcə olaraq o saxta gülmək, yalandan, xoşva gəlməsə belə xoşva gəlmiş kimi göstərmək, sevmədiyin bir insanla bir verilişdə məsələn olmaq, sevmirsən, amma məcbursan onun üzünə gülməyə. İstəmədiyinin ad gününə getmək, ad günündə iştirak eləmək. Məsələn, yazılan negativ rəylərə münasibət bildirməmək və yaxud da fikir verməmək, onu qəlbivə almamaq. Mən əvvəllər çox ağlayırdım buna görə, rəylərə görə bilmişdim bunu. Xatırlayıram. Amma illər keçdikcə artıq oxuyub gülə də bilirəm rəylərə. O insanlarla o həmən o rəyə alay konusu da eləyə bilirəm, məsxərəyə də qoyub deyib gülə də bilirəm. Yəni başa düşürsünüz, əvvəl bu deyil idi. Oturub hönkür-hönkür ağlaya bilirdim. Və illər keçəndən sonra mən anladım ki, o sözüm gəlib öz əksini tapdı. Mən bu sənətdə pis də çıxsa, yaxşı da çıxsa deyəcəm, sırtıldım. Bəli. Öyrəşdim. Ona görə də düşünürəm ki, əgər istəmirsənsə, indi o kobud söz deyil, əslində sırtılmaq kitabda da var bu söz. Bəli. Amma əgər istəmirsənsə sırtılmasan, bu camiənin içində çox olmamalısan, sözün yaxşı mənasında. Necə ki, bayaqlar Pərvin xanım dedi ki, bəs artıq gec-gec çıxırıq səhnələrə, efirlərə. Ondan da soruşacağım sizdən. O, məndə də var, mən də gec-gec çıxıram. Ona görə yox ki, mən o insanları görmək istəmirəm. Yox, elə deyil. Hər dəfə çıxdığımda nədənsə bir yaxşı bir şeylərdən danışmaq, hər dəfə çıxışımızda yeni bir mahnılarımızın üzərində danışaq. Yəni, ayrı bir mövzuda niyə çıxıb danışaq ki, ayrı bir mövzularda nəsə danışaq. Düşünürsünüz ki, yalnız yeni mahnı olanın sənətimiz budur, işimiz budur. İndi biraz o standart sözlərdir. Amma düzdür, tamaşaçılara bəlkə bizim ayrı tərəflərimiz də maraqlıdır.